Zamanında Xəzər gölünün, Xəzər dənizinin suyu Qız Qalası sahillərinə qədər olub. Amma bugün Xəzərin əsasən də bu Sumqayıtdan bu yaxınlarda sahillərindən videolar paylaşmışdılar. Adam baxır su geri-geri gedir. Yəni bu o deməkdir ki, 100 ildən sonra biz necə olacaq vəziyyət və yaxud da bunun təməl səbəblərini bilmək istəyərdim. Deməli, Xəzər dənizi bizim həqiqətən də sərvətimizdir. Çünki həm makro iqlimi, həm mikro iqlimi müəyyənləşdirir. Bu coğrafiyanın, bu ərazilərin ekoloji vəziyyətinə, iqliminə çox ciddi təsir göstərir. Amma Xəzər elə bir unikal göldür ki, dünyanın digər göllərindən fərqlidir. Yəni bu əslində dəniz deyil, göldür. Bu qapalı bir hövzədir. Bəli, xüsusiyyətlərinə görə dəniz deyirlər. Ona görə onun səviyyəsi stabil qəbul olunmur heç vaxt. Ortalama götürülür dəniz səviyyəsindən 27-28 metr minus. Amma bu sikllər var. Dünyada tarixdə baxanda biz görürük son 100 illərdə bu bir neçə metr aşağı yuxarı oynayıbdır. Bu həmişə dəyişkən olub, amma bu dəfə dəyişməyəcək. Yəni bu dəfə Xəzər gedir, amma qayıtmayacaq. Niyə? Bunu mən nə ilə əsaslandırıram? Əvvəllər bu təbii proses olub. Qalxma, çəkilmə, müəyyən quraq illər, iqlimlər falan, dənizə suyun az yığılması, çox buxarlanması bu. Amma son illərdə Xəzərdə suyun azalması antropogen təsirlə, insan fəaliyyətinin təsiri ilə bağlıdır. Bu birbaşa nə ilə bağlıdır? Deməli, Xəzəri qidalandıran əsas böyük çaylar Rusiya ərazisindən daxil olur. Volqadır, onun qolları, deməli Okadır, Terekdir. Eyni zamanda aşağıda cənubda Samurdur, Kürdür, Qazaxıstan, İranda da çaylar var və bu çayların hamısı dənizə gətirən suyu azaldıbdır. Çaylar azaltmayıb. Daha doğrusu, məsələn, Rusiyada Volqa boyu ərazilərdə gəlir çox az. Deməli, necədir? Çox böyük plantasiyalar, aqrar təsərrüfatlar salınıb Rusiyada. Volqa sahilində? Bəli, Volqa boyu ərazilərdə. Çox nəhəng, bəlkə 1-2-3 azar görmüşəm mən, gedib görmüşəm oralara. Və çayın suyu böyük həcmdə aqrar sektora yönəlir. İstifadəyə yönəlir. Heyvandarlığa, bitkiçiliyə finala. Deməli, digər çaylarda da elədir. Məsələn, Kür çayda əvvəlki qədər dənizə su aparmır, eləcə də Terek digərləri falan. Deməli, insanlar çoxaldıqca, iqtisadiyyat çoxaldıqca çayların suyundan istifadə çoxalır, dənizə gələn su azalır. Dənizin yeganə qidalanma mənbəyi çaylardır. Bunun dünya okeanla bağlılığı yoxdur, başqa heç yerdən qidalanma mənbəyi yoxdur. Əgər bu çaylardan dənizə gələn su azalırsa, təbii ki, davamlı şəkildə dənizin səviyyəsi düşəcək aşağı. Burada düzdür, bizim quru ərazimiz artır biraz. Amma bu ekoloji fəlakət gətirir özündən. Çünki dəniz hesablanmışdı, təbiətin balansı var. Necə ki, Aral dənizi qoruyanda ətrafda təbii fəlakət yarandı, ekoloji problemlər yarandı. Eləcə də Xəzər dənizinin azalması çox ciddi problemlərə gətirib çıxaracaq. Bunu artıq biz qarşısını ala bilmərik. Çünki bu dünyanın gedişatı belədir. Yəni, tutaq ki, bu iqtisadiyyatla bağlıdır, aqrar təsərrüfata suyun təzyiqinin çoxalmasından bağlıdır. Bu davam eləyəcək çox təəssüf ki, həm Rusiyada, həm bizdə əkinlərə. Məsələn, Kürün, inanın ki, hesaplasanız, Kür çayının suyundan 30 il əvvəlkinə nisbətən bəlkə də bir 5 dəfə daha çox su götürülür suvarma üçün. Çünki yeni sahələr salınıb, əkin suları kütləvi şəkildə Kürün suyundan istifadə olunur. Eyni zamanda hətta Türkiyədən belə. Türkiyədə su anbarı yaradıb, oradan istifadə edirlər. Gürcüstanda əkin biçini artıb, oradan istifadə edirlər. O cümlədən biz. Eləcə də Volqa boyu çox nəhəng ərazilərdə bu sudan istifadə olunur, gəlir dənizə az çatır. Yəni nəticədə Xəzər mikroflorasını itirir, deməli faunasını itirir, balıq ehtiyatı azalır. Eyni zamanda ekoloji problemlər yaranır. Məsələn, su itilar filanlar daha rast gəlinmir Xəzərdə. Yəni bu artıq ekoloji problemdir. Səhv etmirəmsə, Xəzər Sumqayıt tərəfdə bir ölü su itinin videosunu paylaşmışlar. Artıq təşviş var, onlar da ölürlər. Həm də söhbət bu həm də çirkliliklə bağlı. Həm də çirklilikdən gedir. Yəni bu çirklilik indi başa düşdüm, neft məhsullarla bağlı ola bilər, amma bu eyni zamanda biz gözümüz görür kanalizasiya suları da axıdılır. Şəhərlərin kanalizasiyası bunun qarşısını alınmır. Zavodların, məsələn, həm Azərbaycanda, həm Rusiyada, həm Qazaxıstanda, həm İranda zavodların, kimyəvi zavodların hətta tullantıları dənizə axıdılır. Xəzər dənizinə. Bəli, bütün dünyada belədir. Əslində bu hara saxmalıdır da, bu dənizə axıdılır. Şəhərlərin kanalizasiyası, sənaye müəssisələrinin kanalizasiyası, eyni zamanda da neft çirklənməsi. Bax, bir neçə il bundan qabaq Xəzərdə böyük bir yanğın oldu, platformada faciə baş verdi, partladı. Orada dənizdə bəlkə nə bilim, bilmirəm həcmi, bəlkə də milyon tondan neft axdı. Yəni istərsəmiz oradan qaldırılana qədər. Bu artıq suyun üzərində kimyəvi qat yaradır. Orada
heyvanların yaşamasını, nəfəs almasını, oksigen keçiriciliyini azaldır, çox sayda problemlər yaradır. Deməli, qapalı hövzə olduğuna görə bunun başqa dənizlərdə problem deyil. O dənizə axıdırlar, o dünya okeanının suyu ilə dövriyə eləyir, təmizlənir. Amma qapalı göllərdə belə bir imkan yoxdur. Hə. Qapalı göldə nə kanalizasiya buraxırsansa, Orada da qalır. 50 il orada da Bəli, bəli. bu artıq ona görə Xəzərin qorunması üçün dövlətlərarası konvensiya müəyyən şeylər imzalanıb, amma dövlətlər burada təmizləyici qurğulara üstünlük verməlidirlər. Ondan sonra sənaye müəssisələrini mümkün qədər axıtmamalıdırlar ora. Eyni zamanda neft çıxarılması zamanı çalışmaq lazımdır ki, neft axıntıları olmasın falan. Mümkün qədər qorumalıyıq.